Böyük qayıdış proqramına əsasən Xocalının Təzəbinə kəndinə 16 ailə, 66 nəfər, Xanyurdu kəndinə isə 11 ailə, 38 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. 33 il biz çox əziyyət çəkmişik. İndi şükür, Allah can sağlığı versin prezidentimizə, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizin Allah canı sağ eləsin. Bizim torpağımızı alıblar, bizim yurdumuza, yuvamıza yerləşdirirlər. Müsbət hal kimi qarşılayırıq. Biz dövlətimizin başçısı şəxsən cənab İlham Əliyevə öz minnətdarımızı bildiririk və bilavasitə şəhid ailələrinə üstünlük verib onların evlatlarına Allahdan rəhmət diləyirik və əllərə, ümumiyyətlə qazilərə Allahdan şəfa diləyirik. Növbəti köç karvanı Xocalının Təzəbinə kəndinə çatıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə 66 nəfərdən ibarət 16 ailə yenidən bərpa edilən evlərə yerləşdirilib. Sakinlər doğma yurdunda qarşılandıqdan sonra onlara açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin İcrası direktorunun müavini Mahmud Əfəndiyev təqdim edib. Yeni məskunlaşan ailələr təhvil verilən evlərin bütün şəraitlə təmin olduğunu bildirərək, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini çatdırıblar. Sevinç hissləri keçirdirik. Ondan da ibarət şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bizim də burada şəhidimiz olub. Qaynatam, qaynanam, qaynım Rəşid Hüseynov. Nə bilim, biraz kədərlərimiz də çoxdur, sevincimiz də çoxdur. Hörmətli prezidentimizə təşəkkür edirik, bizə bu sevinci yaşatdığına görə. Hər iki valideynləri itirən atam, anam, qardaşım, bacım şəhid olubdur. Bugünkü günümüzə çox şükür. Allah qazilərimizə can sağlığı versin. Şəhidlərimizə rəhmət eləsin. Cənab prezidentimizə Allah can sağlığı versin. Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə də çatıb. Sakinlərə mənzillərin açarları təqdim olunub. Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəliyi ilə qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Bu mərhələdə Xanyurduna 11 ailə, yəni 38 nəfər köçürülüb. Bununla da Xanyurdu kəndinə qayıdan ailələrin sayı 110-a çatıb. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.